sualınıza bir retorik sualla başlamaq istəyirəm. Rusiyanın aparıcı tərkib hissəsi olduğu SSR-də belə sual verirəm. Nə vaxt vəziyyət gərgin olmayıb ki? Bilmirəm, bizim xoşbəxtliklərimiz olub. Siz müəyyən şeylər var ki, indi demək olmaz ki, nə bilim, qırılmışıq, nə bilim, nə olmuşuq. Mənim yaşım sizdən çoxdur. Özümün gördüyünü deyirəm. Xruşovun hakimiyyətinin son illərində mən Stalin devrini, İkinci Dünya müharibəsini, ondan əvvəlki oktyabr çevrilişindən sonraki vəziyyəti, sovetləşməni, kolxozlaşmanı, sonra Ukraynanın özündə Qaladomor deyilən hadisələrin baş verməyini qoyuram qırağa. Təxminən öz gördüyümü, yaddaşımda qalanları deyirəm. 62-ci, 63-cü illərdə mən çörək qıtlığını görmüşəm. Çörək üstündə cəmaat çörək dükanlarını dağıdırdı, vitrinləri dağıdırdı və belə deyək, çörəyin üstündə cəmaat bir-birinin başını yarırdı. Bu Xruşov. Stalin'i devirdi, pisledi, gəldi, bütün ölkəyə qarıqdalı əkdi və nəticədə çörək tapılmadı. Nə bilim, Qəraib krizisi, az qala nüvə müharibəsi olurdu. Kubanın üstündə, Kuba nəyinə lazımdır? Amerikanın böyründə olmaq üçün. Yəni, gərginlikdir yenə. Nə bilim, kim gəldi, Qızıl Meydanın üstündən uçdu, nə bilim, raket buraxdı, neynədi. Və mən o benzin qıtlığı, benzin növbəsini deyirsiniz, 88-89-cu ildə bu indi Babək körpüsü var idi, söktük. O iki tərəfli idi və indiki kimi hər belə deyək kilometrdən bir yanacaq doldurma stansiyaları yox idi. Şəhərdə bir olsa 10-15 dənəsi var idi. Demək, o körpünün bax təxminən hökumət, həm də körpü iki tərəfli idi. Yəni hərəkətlikdə. Və o zamanki Qara şəhərin demək sonunda o körpüdən enib düz gedəndə sonunda bir zapravka deyək, zapravka var idi. Hökumət evinin əyağından həmin zapravkaya qədər növbə olurdu benzin üçün. Hətta yadımdadır ki, o havastoya atırdıq, itəliyirdik maşını ki. Burada niyə benzin qıtlığı? Çünki Rusda həmişə gərginlik var. İqtisadiyyat yoxdur bu ölkədə. İqtisadiyyat düzgün qurulmuyor. Bolşevikin qurduğu sistem, onun işlətdiyi beyin həmişə gərginlik üstündə qurulub. Və məsələn, kolxozların necə meydana gəldi? Demək, torpağı oktyabr çevrilişindən sonra demək, qanun qəbul olunmuşdu. Biri sülh haqqında idi, biri də torpaq haqqında. Torpağı vermişdilər kəndçiyə. Kəndli başlamışdı torpağı becərməyə və özünə lazım olan 2 kisə tutalım buğda idi. Bu istehsal eləmişdi 5, onun 3-ünü çıxardırdı bazara, şəhərə. Və orada çalışan fəhlə də ilk illərdə, fəhlə də çalışırdı, məvacibini alırdı, rahatça gedib çörəyini alırdı bazardan və uşaqları ac qalmırdı. Və Sovet hökuməti gördü ki, kəndli müstəqildir, bunlardan asılı deyil, bunların sözünə qulaq asmır. Şəhərlərin yolunu qəsdən silahlı dəstələrlə bağlatdırdı. Kəndli bir dəfə gəldi, sinəsindən vurub qaytardılar geri. 2 dəfə, 3 dəfə dedilər ki,
şəhərə buraxmırsınız, buraxmayın, oturmuşam, mənim çörəyim var, torpağım var, yeməyim də var. Fəhlə işləyir, məvacibini alır, gəlir bazara, çörək yoxdur. Nə yoxdur? Və bunun qulağına provokator təbliğatçılar pıçıldayırlar ki, hamısı kəndlilərdir, bu qolçomaqlardır, özləri yeyib, doyublar, qudurublar, fəhlə sinfinin düşməndirlər. Və fəhlələr bir gün uşaq ağladı, acından 2 gün, 3 gün, həftənin sonunda cumdular kəndlərə, o cəmaatın bütün buğdasını, çəkdiyi zəhməti təpəsinə vurub aldılar. Və ondan sonra demək, kimi əlinə silah aldı, çəkildi, meşələrə, dağlara adını qoydular, kulaq, qolçamaq, tutdular, güllələdilər, öldürdülər, sürgün elədilər. Bizdə də eyni proseslər gedib. Bizdə 2 qat qəddarlıq gedib, çünki biz Rus deyildik. Və nəticədə orada o çalışmayan, çalışmaq istəməyən, üzr istəyirəm ifadəmə görə, tüllablar gəlib oldular kolxoz sədri və cəmaatın nəyi var idi, hamısını yığdılar bir yerə və həmin o tüllab vasitəsindən kəndini idarə elədilər. Proses belə idi və SSR dağılandan sonra Rusiya heç nə dəyişmədi. İqtisadiyyatda böyük mənada. Yenə oğurluq, yəni büdcənin talan edilməsi, yenə həmin sistem